Salam Amir, İltizada adına Riyaziyyat Məntiq Olimpiadasının sınav 3 paylaşmışdım. Təəssüf ki, sınavları az işləyirlər. Mən də üzülü sayın hələ ki xəstəyəm. Amma xəstə olmamama baxmayaraq davam edirəm bacardıqca. Siz də dostlarınızla paylaşın, link olduqda YouTube'da post yerində paylaşılır. İltizadə sınav olimpiadası və ya 6-cı sinif, 7-ci siniflər üçün və ya da başqa bir nəsə paylaşılanda həmin linki dostlarınızla paylaşın, işləsinlər. Deməli, 3-cü sınaq idi. Birinci sualda belə deyir. Bu ədədlərdən seçilmiş 3 müxtəlif ədədin cəmi neçə fərqli qiymət ala bilər? Bunun yolu, yəni bu tip sualların yolu kiçik cəmi tapıb, yəni kiçik ədədləri toplasaq, neçə dənə deyirsə də 3 dənə deyir məsəl üçün. Bir də böyük cəmi tapıb aradakı fərqi tapsaq, onsuz da arada o həmin aradakı ədədlərin cəmini ala bilər. Yəni necə? Burada kiçik ədədlər hansılardır? Onsuz da bunlar kiçikdən böyüyə doğru düzülüb. 5, 9, 13'tür. Yəni 3 dənə dediyi üçün bu 3 dənə ədədi toplayıram. 5, 9, 13. Yəni mənim aldığım bu cəm ən kiçik cəmdir. Bundan kiçik cəm ala bilmərəm. Bu da neçə eləyir? 14, 27. Yəni bu ən kiçik 27 ala bilər. Bu ədədlərdən istifadə edib 3-ünü toplasa ən kiçik 27 ala bilər. Bəs ən böyük, məsələn bu aralıqda müəyyən bir cəmlər olacaq. Ən böyüyə gəldik çatdıqda ən böyük ədədləri seçəcəm təbii ki. Ən böyük 3 dənə ədəd. Yəni 17, 21, 25. 17, 21, 25. Bunların da cəmi neçə eləyər? Deməli. 38, 63. Eləyər 63. Yəni bu ən kiçik cəm olaraq 27-ni alır. Ən böyük cəm olaraq 63-ü alır. Və arada da, bu aralıqda da istənilən bu 27-nin 63 arasındakı cəmi ala bilir. Amma bir dənə bir şey var burada. Bunlar necə artırlar? 4 artırlar. Bax 5-dən 9-a 4 vahid, 9-dan 13-ə 4 vahid, 13-dən 17-yə və s. Hərəsi 4 vahid artır. Ona görə də 63-dən 27-ni çıxırıq. Yəni böyük cəmdən, ən maksimal cəmdən minimal cəmi, yəni ki 27-ni çıxıb, bölürük aradakı fərqə, yəni bunlar neçə artır? 4 artır. Bölürük 4-ə, üzərinə də 1 gəlirik. Niyə 1 gəlirik? Çünki 27 də bizə daxildir, 63 də. Sanki 2 qat bərabərsizlik qaydası da. Məsələn, 3 kiçik bərabər x olsaydı, kiçik bərabər 5 olsaydı, buradan 5-dən 3-ü çıxıb üzərinə 1 gələrdim. Çünki 3 ilə 5 2 də daxildir. Bu 2 qat bərabərsizlik yəqin ki, bilən var. Deməli, burada da 63 ilə 27-ni aldığı üçün 63-dən 27-ni çıxıram. Aradakı fərqi 4-ə bölürəm, üzərinə 1 gəlirəm həmişə. Həmişə 1 gəlirəm. Onun nəticəsi neçə eləyir? Bərabərdir. Deməli, 63-dən 27 çıxanda 30 36 böl 4 9 üzərinə də 1 gəlirik. Eləyir 10. Yəni bizim yekun cavabımız 10 olacaq D variantı. O belə bir sualdır. Növbəti sual bizdən daha çox qarşımıza çıxan sual tipləridir. İltizat imtahanı üçün. Yəni müəyyən bir kibrit verir və yaxud da nə birinci addımda nə qədərdir falan. Bu tip suallardandır. Baxırıq, birinci addımda görək nə qədər kibrit çöpü var. Ümumiyyətlə sual nə idi? Murad kibrit çöplərini başlayır saymağa. Burada. Gedir 25-ci fiquru tapmalıdır. Yəni 25-ci addımı. Neçə kibrit çöpü lazımdır, onları tapmalıyıq. Biz baxaq görə elə birinci nə qədərdir. Və normal qayda ilə saysaz, burada 3 dənədir. Sonra bax, burada 3 dənədir. Bir də burada 3 dənədir. Yəni ki 9 dənə. Sonra digərini saysam, burada 3 dənə. Sonra bu ikisi, bu ikisi 3 dənə. Sonra bu ikisi 3 dənə. Sonra bu 3 dənə. Bu 3 dənə və bu 3 dənə. Nə qədər oldu? 1, 2, 3, 6. 18 də elə bil ki. 18. Bax, fikir verin, burada nə baş verdi? Fikir verin, mən bildim. Bax, burada bir dənə, yəni sətr olaraq bir dənə 3 bucaq var. Burada isə 2 dənə 3 bucaq var, ikinci sətirdə. Nə qədər oldu? 3 dənə 3 bucaq. Hərəsi də 3 dənə kibrit əhatə eləyir. Yəni 3 vur 3 həmin o 9-u bizə verdi. Sonra burada da bir dənə birinci sətirdə, bir dənə ikinci sətirdə 2 dənə, üçüncü sətirdə 3 dənə 3 bucaq var. Hərəsində də 3 dənə olduğu üçün 6-nı 3-ə vuranda 6 dənə eləyir də bunların cəmi. 6-nı 3-ə vuranda 18. Maraq üçün 3-ü də baxaq. Burada deməli 1, 2, 3, 4. Burada isə 1, 2, 3,
Burada bir dənə, 2 dənə və burada bir dənə qaldı. Bax, fikir verin, bir dənə, 2 dənə, 3 dənə, 4 dənə. Yəni bunların cəmi neçə eləyir? 1, 2, 3, 4-ün cəmi 10 dənə. 10 dənə də hərəsində 3 dənə kibrit çöpü var, 3 bucaqlarda. 30 dənə olacaq. Saysaz 3-cü addımda 30 dənə olacaq. İndi fikir verin. Biz bunları tapmaq üçün 25-ci fiquru qeyb necə tapaq? Baxın, 1 olanda 1-dən 2-yə qədər, 1 vahid çox. 2 olanda 1-dən 3-ə qədər 1 vahid çox toplayır. Həmişə də 3-ə vurur. 3 dənə kibrit çöpüdür, çünki 3 bıçaq qurmaq üçün. O birisində bax 3-cü addımda, bax 3-cü addımda 1-dən 4-ə qədər. Bəs 25-ci addımda bir dənə vahid çox 26-ya qədər. Yəni 1-dən başlayır, 1 üstə gəl 2, üstə gəlsin 3, üstə gəlsin və s. Üstə gəlsin 25-ci fiqur dediyi üçün bax 25 dedik. Bir vahid çox olacaq. 26-ya qədər cəmi tapmalıyam. Bunun da rahat qaydası düsturu buradan bir qeydən qeyd eləyək. 1-dən n-ə kimi cəm düsturuna görə, 1-dən n-ə kimi cəm düsturuna görə n-i vurursan 1 vahid çoxuna, n plus 1-ə, bölürsən 2-yə. Bax, bu 1-dən n-ə kimi cəm düsturu sırayla. N-i vurursan n plus 1-ə, bölürsən 2. Bax, bu cəmdə ondandır. 1-dən 26-ya qədər. Onda mən nə etməliyəm? 26-nı vurmalıyam. Deməli, 27-yə bölməliyəm 2-yə. Bu da nə deməkdir? 26-nı 2-yə böləndə 13 vurulsun 27. Hə, bunu hesablayaq. Deməli, 13-ü 27-yə vuraq. 13-ü vuraq 27-yə. 13-ü 7-yə vuraq 91. Bu da 26. Deməli, 1. Bu da 35. 351. Eləcə 351 bərabərdir. 351. İndi 351 bizim cavab deyil. Tələsməyək. Onsuz variantları da yoxdur. Mən dedim ki, 1-dən məsələn 4-ə kimi tapırsan, sonra nəyə vurursan? 3 bucaqda 3 dənə kibrit çöpü var. Deməli, biz aldığımız 351-i vururuq nəyə? Hər 3 bucaqda 3 dənə kibrit çöpü olacaq. 3. Bu da neçə eləyəcək? Deməli, 3 bir də 105. 1053. Eləcək 1053. Yəni cavab burada A variantı olmuş olacaq. 1053 dənə kibrit çöpü lazımdır. Növbəti sual, düşünürəm sadədir. Kəsirlərin hər birinin qiyməti natural ədəddir. N-in ən kiçik natural qiyməti tapın. N-in ən kiçik natural qiyməti olması üçün bu N həm 16-ya, həm 14-ə, həm də 12-yə bölünən olmalıdır. Yəni bir növ əkob tapmalısan. Əkob, yəni 16-ya, 14-ə, 12-yə bölünən ən kiçik ədəd. Nə deməkdir? Əkob. Əkob 12, 14, 16. Bunu tapmaq üçün biz buradan vuruq ayıraq. Hərəsi 2-yə bölündüyü üçün 2-ni çıxardıram. 2-ni çıxartdığım üçün burada 6 qalıb. Burada 7 qalıb. Burada isə 8 qalıb. 6, 7, 8-ə əkob tapıb 2-yə vurmalıyam. Deməli, 6, 7, 8-ə əkob. 7 ilə 8-ə əkob 56 var. Bu ödənməyəcək. 56 6-ya bölünmür. 2-yə vursam 112 var. 112 6-ya bölünmür. 112 eləyir də 56 2-yə vuranda. Bəli. 112-ni də 2-yə vursaq. Yox, 56-nı 3-ə vursaq neçə eləyir bəs? 56-nı 3-ə vursaq. Deməli. 56-nı 3-ə vursaq. 18, 15, 168 eləyir. Ha, bu ola bilər. 168 6-ya bölünər. Eləyəcək 168. Yəni ki, 6, 7, 8, 8, 168. 2-yə vursaq. Deməli, 16, 32, 1, 7, 30, 376. 376 natural rəqəmləri cəmini tapın. Düz elədik biz. 32, bir dəqiqə. 32, 1, 7, 33. 33. Elədi 336. 336. İndi mən deyir ki, bunun rəqəmlərinin cəmini tap. 336-nın rəqəmləri cəmi 3, 3, bir də 6. Bu da 6-nın 6-nın cəmi neçə edəcək? 12. Cavab burada D variantı olmuş olacaq. Hesablayın, çox sadə, bəsit bir sualdır əslində. Bəsit bir sualdır. Sən burada qruplaşdırma alacaqsan. 13-də 5 ilə 13-də 8, 13-də 13 verəcək, yəni 1. 7-də 2 ilə 7-də 5, 7-də 7, yəni 1. 6-da 2 ilə 6-da 4, 6-da 6, yəni 1. 3 dənə 1, 3 eləyəcək. Çox bəsit bir sualdır əslində. D variantı. Növbəti sual. Bizə deyir ki, 700 neçə bir ədəddirsə, 4-ə və 5-ə qalıqsız bölünür. Buna görə emin ala biləcək müxtəlif qiymətlərin cəmi. Demək ki, 7m
n ədədi 4-ə 5-ə qalıqsız bölünür. Demək ki, n sıfırdır. Niyə? Çünki n 5 olsa əgər, sonu 5 olan 4-ə bölünən ədəd yoxdur. Məsələn, m-in yerinə 15, 25, 35, 45, nə istəyirsən qoy, sonu 5 olan ədəd 4-ə bölünməyəcək. Deməli ki, bu ədədin sonu, yəni 7m0 ədədi oldu artıq bu. Sonu 5 olmalıdır. 5-ə qalıqsız bölünməsi üçün. Bu getdi. İndi 4-ə bölünməni yoxlayırıq. 4-ə bölünməsi üçün m nələr ola bilər? M, məsələn, 10 deyəməsən də 20 deyə bilərsən. Sonra 40 deyə bilərsən. 60 deyə bilərsən. Bir də 80 deyə bilərsən. Düzdürmü? Vəssalam. Yəni 20, 40, 60 bunlar bölünür də. Son 2 rəqəmi bölünənlər bölünür 4-ə. Bunlardır. Və bunların da m-in aldığı qiymətlərin də deyir, müxtəlif qiymətlərin də cəmini tapın. 2, 4, 6, 8-in cəmi 10, 10, 20 eləyəcək bizdə. Olacaq cəmimiz 20, yəni B variantı. Növbəti sual, 30-un natural bölənlərinin cəmini tap. Heç bir şey. 30 nələrə bölünür? 31-ə bölünür. Üzərinə gəlsin. 32-yə bölünür. Üzərinə gəlsin. 3-ə bölünür. 5-ə bölünür. 6-ya bölünür. 10-a bölünür. Sonra 15-ə bölünür. Bir də 30-a bölünür. 30-a bölünür. Bərabərdir. Deməli, bunların cəmi neçə eləyir? Hamısını toplasaq. 1, 2, 3, 6 eləyir. Deməli, 6, 11, 17, 27, bu da 45. Buradan buraya 27 elədi. Bu da 45. Yəni 72. 72 olmuş olacaq. D variantı. Vəssalam. Növbəti. Sürəti eyni olan, sürətlər eynidir də, baxın, 8-dir. Sürəti eyni olan düzgün kəsirlərdir. Düzgün kəsirləri müqayisə eləyəndə məxrəci kiçik olan daha böyükdür. Məxrəcin kiçiyi nədir? 5-də 8. Z böyükdür. Məxrəci kiçik olanlardan hansı qaldı? 7-dən 11-dən. 7 qaldı. Deməli, x də böyükdür y-dən. Yəni, z böyükdür x, o da böyükdür y-dən. B variantında verilib. Bu qədər sadə. Qalığı bölmə əməlində qalıq 2 rəqəmli tək ədədə 2 rəqəmli tək ədədə. Tutaq ki, A ədədini bölürəm B ədədinə. Natamam qismət, bir də qalıq alıram. Qalıq deyir 2 rəqəmli tək ədəddir və bölünən az olsun. Bölünən A-dır. Bu az olması üçün qalıq da burada məcbur az olsun. Natamam qismət də az olsun. İndi bir dəqiqə. Sən burada 2 rəqəmli tək ədəd deyibsə, ən kiçik 2 rəqəmli tək ədəd 2 rəqəmli tək ədəd 11-dir də. Bura 11 yazandan sonra məcbur buradakı ədəd ən azından 12 olmalıdır. Ən azından. Deməli, B də 12 olur. Çünki qalıq böləndən kiçik olmalıdır. 12. Bir də deyir ki, natamam qismət, yəni buraya yazdığımız ədəd, natamam qismət 2 rəqəmli qismət 2 rəqəmli cüt ədədə bərabərdir. 2 rəqəmli cüt ədəddəki elə ən kiçiyi 10 götürək. 2 rəqəmli cüt ədəddə, düzdürmü? 10. Vəssalam. A-nı tapmaq üçün nə etməliyəm? A-nı tapmaq üçün, yəni bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı gəlmək lazımdır. Bərabərdir. 120 üstə gəl 11. 131. B variantı. Ən az 131 ola bilər. Növbəti bəsit bir sualdır yenə. Deyir, aşağıdakı kartlar hər iki kart ön arxa ədədinin hasilləri bərabərdir. Tutaq ki, burada bir A ədədi var arxada. Burada isə B ədədi var. Yəni 22-ni mən A-ya vursam, 20-ni də B-yə vursam, bunlar bərabər olmalıdır hasilləri. Yazan ədədlərin cəmi hansı ola bilər aşağıdakılardan? Bunda hər tərəfini 2-yə bölsəm, 11A bərabərdir 10B-yə. Buradan A 10 ola bilər, B də 11 ola bilər. Və bunların cəmi neçə verir? 10-dan 11-in cəmi 21 ola bilər cəm. Həmişə yox. Yəni 21 ola bilər. Başqa bir ədəd də ola bilərdi. 21 burada var C variantında. Başqa bir ədəd məsələn 22 də ola bilərdi də. 22 ilə 20-nin cəmi 42 də ola bilər. Yəni bunlar fərqlidir. A-la B-ni tapmaq olmur, çoxdur. Sadəcə bunlardan aşağıdakılar hansı ola bilər? 21 ola bilər. Növbəti. Əlimizdə 4, 16 daxil olmaqla ədədlər var. Ardıcıl, özdə ardıcıl cüt ədədlər var deyir. Yəni bizim əzimizdə olan ədədlər bunlardır. Ardıcıl deyirsə, məsələn 4-dür, 6-dır, 8-dir, 10-dur, 12-dir, 14-dür, bir də 16-dır. Bu ədədlər var. 7 dənə.
7 dairənin hər birinə bir dəfə yazılmalıdır. Diaqonallar üzərindəki ədədlərin cəmi bir-birinə bərabərdir. Məsələn, bunların cəmi, bax bu 3 dənə cəm, diaqonal üzrə də 3 dənə cəm bir-birinə bərabərdir bütün cəmlər. Mərkəzdə x yazılıb. Bu x-in ala biləcəyi müxtəlif ədədlərin cəmini tapın. Tutaq ki, mən mərkəzə 4 yazıram. Kiçikdən başlayıram da tutaq ki. Mərkəzə əgər mən 4 yazsam, x-in yerinə 4 yazsam. İndi yerdə qalan cəmlər necə olmalıdır? Həmçində bunun ən sadə yolu məncə budur. Bax. Mən nə edəcəm? Əgər mən, burada həmişə belə olur, bax, çox vaxt. Bir dənə kiçik ədəd götürəndə, 4-ü götürəndə, bir dənə də böyük ədəd götürürsən. Bir dənə məsələn 6 götürəndə, bir dənə 14 götürürsən. Bax, 20 eləyirəm işə, bax. 4-dən 16, 20. 6 ilə 14, 20. 8 ilə 12, 20. Demək ki, ortaya mən 10 yaza bilərəm. Çünki 10, 20-ni 30 eləyəcək. Bax, bu tərəfə cəm 30, bu tərəfə cəm 30. Gəlin yazaq, görün. Baxın, burada deməli, baxın. Burada mən nə elədim? Bax, 4-ü bura yazdım, tutaq ki, 16-nı bura. Məsələn, 8-i bura yazdım, 12-ni bura. Bir də nə var idi? 6-nı bura, 14-ü bura. 20-dir də həmişə, bu x-sız. X-i yazmasam. Bax, 8-dən 12-nin cəmi 20, 4-dən 16-nın cəmi, 6-dən 14-ün cəmi 20. X, yəni bunları dəyişmir. X bunlar dəyişmir. X-a payına da qalır, bir dənə 10. 10-u yaza bilərəm deməli x-in yerinə. Hər tərəfə cəm 30 olacaq da onda. Düzdürmü? Yəni x-in yerinə mən 10-u yaza bilərəm. X-in yerinə bir dəfə 10 yaza bilərəm. Onu yazdım. Sonra keçirəm nəyə? 4-dən 16-nı götürdüm də. İndi baxıram. 6 ilə 16-nı götürə bilərəm, 22. Yox, əslində hə, bəli, götürə bilərəm. 6 ilə 16, 22. Bax, 8 ilə 14, 22. 10 ilə 10, 22. Hansı tək qaldı? 4 tək qaldı. Deməli, 4-ü mən mərkəzə yazsam, heç bir dəyişiklik olmayacaq. 22, 4 vayda artıb 26 olacaq. Deməli, mən mərkəzə 4-ü də yaza bilərəm. Bunların cəmini soruşur. Üstə gəl. İndi mən hansı cəmi yaradım burada? 8 ilə 16, 24 eləyir. 8 ilə 16, 24 eləyir. Başqa 24 burada 10 ilə 14 var. Başqasını yarada bilmirəm. Onda nə edəcəm? Demək. Baxın, bir dənə vahid, bax, elə bir ki 4 ilə 14-ü bu dəfə götürəcəm. 16-nı götürmüşdüm də artıq. 18, 8 ilə 10, 18, 6 ilə 12, 18. Hansı qaldı burada? 16 qaldı. Tək qaldı. Yəni 16-nı mən orta mərkəzə yazsam heç bir dəyişiklik olmayacaq. Həmin o tapdığım o cəmlər var ya, 18-lər. 16 vayda artacaq sadəcə. Demək ki, mən 16-nı da götürə bilərəm x-in yerinə. X-in yerinə 16-nı da götürə bilərəm. Burada neçə elədi? 14, 16, 30. Yəni cavab burada D variantı olmuş olacaq. Bax, bir də deyirəm. Mən burada 4 ilə 16-nı götürdüm, 20. 6 ilə 14-ü götürdüm, 20. 8 ilə 12-ni götürdüm, 20. Hansı tək qaldı? 10. Onu mən mərkəzə yazsam, heç bir dəyişiklik olmayacaq. Sonra, məsələn, indi 4 ilə 14-ü götürdüm, 18. 6 ilə 12-ni götürdüm, 18. Cəmləri eyniləşdirmək istəyirəm. 8 ilə 10-u götürdüm, 18. Hansı tək qaldı? 16. Deməli, mən mərkəzə 16 yazsam da cəm dəyişməyəcək. Sonra 6 ilə 16-nı götürdüm, 22. 4 ilə 8 ilə 14-ü götürdüm, 22. 10 ilə 12-ni götürdüm, 22. Hansı tək qaldı? 4. Deməli, mən mərkəzə 4-ü də yaza bilərəm. Vəssalam. Mərkəzə ancaq bunları yaza bilərəm. Başqa hal yoxdur. Olacaq 30. Növbəti. Bakıdan Şuşaya gedən avtobus. Bir dənə yolu çəkin buradan. Deməli, şərti olaraq çəkirəm. Bakıdan Şuşaya və yolun yarısı var burada. Yolun yarısı. Demək, yarısında yuxuya gedir. Bax, burada yuxuya getdi. Müəyyən bir yerə qədər yuxuya gedir. Müəyyən bir yerə qədər. Bax, burada yatıb. Yat. Deməli, bax, buradan buraya müəyyən bir vaxtda yatacaq bu. O anlayır ki, o oyananda, məsələn, həmin o işarələdiyim yerdə oyanır artıq. Oyananda anlayır ki, Şuşaya qədər qalan məsafə, məsələn, Şuşaya qədər buradan buraya qalıb da məsafə. Bu qalan məsafə, baxın, buradan buraya, yatdığı yerdən buraya qədər qalan məsafə, yəni x tutaq ki, qalan məsafə x. Yatarkən qət etdiyi məsafənin yarısıdır. Deməli, yatarkən qət etdiyi məsafə 2x idi onda. Çünki 2x-in yarısı x eləyir. Və buradan burayacanda olur 3x. 2x, x, 3x. Onda basaq, yolun yarısı idi, buradan burayacanda onda 3x olur.
Yolun yarısı idi axı o. Yatdığı, bir də Şuşaya qədər qalan məsafə bir yerdə 3x-dirsə, deməli bu tərəfdən də 3x olacaq. Çünki yolun yarısından sonra olub o. Bu adam səyahətin qalan hissəsini yatmadan tamamlayır. Yəni buradan buraya Şuşaya qədər gedəndə daha yatmayacaq. Bakıdan Şuşaya qədər yolun hansı hissəsində sərnişin yatıb? Yatıb harda? Deyək, yatmaq hissəsində 2x-da. Ümumi hissə nə qədərdir? 3x, 3x, 6x. 6x-in neçəsini yatıb? 2x-ini yatıb. 2x-ini yatıb. X-lar ixtisar 2 ilə 6 2 ixtisa getdi. Burada 1, burada 3 qaldı. Demək 3də 1 hissəsində bu yatıb. Cavab burada D variantı. 3də 1. Növbəti sual. Bu da imtahana düşmüş sualdır. Deməli, məsələ nədir burada? Müəyyən bir yerdən sonra, baxın bu yerdən sonra təkrarlanacaq. Yəni buradan birdən başlayıb 20-də gedib və burada da yaşıl xanalar da maneələrdir. Orada ədəd yoxdur. Buradan gəlir, baxın buradan gəlir, xətt qoyduğum yerə qədər. Və müəyyən yerdən təkrarlanır, baxın. Yaşıl belə gəlib, təzədən belə gəlib. Yəni bunlar müəyyən yerdən sonra təkrarlanır təzədən. İndi isə təkrarlanma yəni necə? Sayı davam edir, amma yəni bu fiqurun bu forması yenidən bu formaya gəlir. O cəhətdən. İndi mən istəyir ki, 505-ci ədəd hardadır? 505. 505 hardadır? Baxın, mən 20-ləri baxıram da, bax fikir verim. 20 var ha, baxın. 20 yazdığım ədəd mənim birinci blok deyək də buna. Birinci blokun axırıncı ədədidir. 20. Bax, saysaz, görərsiniz ki, baxın bu xana 40-dır. 20-20 artacaq. Fikir verin. Bax, gəlin sayaq. 32, buraya yazacaqsan 33. Buraya yazacaqsan 34. Buraya yazacaqsan 35. Yaşıl xana yazamıram bax. Onda yazacağam 36-nı bura. 37-ni bura. 38. 39 və gördüyümüz kimi bu xanaya mən 40 yazdım. Yəni bu blokun, bu da bir dənə blok tamamlandı. Bu blokun axırıncı yerinə 40 yazdım. Bax, fikir verin. Birinci blokda axırıncı yerə 20, sonra 20 vay çox. İkinci blokda axırıncı yerə 40. Belə gedəcək. Demək ki, mən 500-ü hara yazacağam? D-yə yazacağam. Niyə? Çünki 520-yə bölünür də. 520-yə tam bölünür. 500 elə 20-nin yerində olacaq. Yəni mən buranı silirəm. Dəqiqə. Mən bunları silirəm hamısını buradan. Təsəvvür eləyirəm ki, baxın, təsəvvür eləyirəm ki, mənim 500 dediyim ədədimiz buradadır. Bax, təsəvvür eləyin ki, 500 buradadır. 500 buradadır. Vəssalam. Onda bir-bir sayıram. 505-ə qədər getməliyəm. 501 ara yazın. Bura yazamıram, bax, yaşıl xanadır. Ona görə 501, bax, burada yazamıram, yaşıl xanadır. 501 gəlir bura. 501 buradadır. 502 buradadır. 503 buradadır. 504 buradadır. 504. Növbəti hara getməlidir? Bax bu xanaya. 505 də buradadır. Bu hansı hərfin uyğunu gəlir? Görün 505 hansı hərfin uyğun gəlir? A-ya. Deyir ki, 505 hansı hərfin yazıldığı sətirdə olacaq? A sətrində. Cavab A. Yəni bu qədər sadələşdirdik sualı. Bloklara ayrıldıq. 520-yə tam bölücün 500-ün yeri elə D sətrində olacaq. D sətrinin axırıncı ədədi olacaq. Bir saysanız görərsiniz ki, 5-də gəlib düşəcək A sətrinə. Növbəti sual sadədir. Bizə deyir ki, həmin 16-100 yazdığı kvadratların sahəsidir. Həmin kvadrat fiqurlar kvadratdır. Və rəngli düzbucağın sahəsini soruşur. Çox sadə. Kvadratın sahəsi, bu kvadratın kiçik kvadratın sahəsi əgər 16-dırsa tərəfi 4-dür. Yəni hər tərəfə 4 yaza bilərik. Yəni düzbucağlının sən demə eni 4 çıxdı. Bu kvadratın da sahəsi 100-dürsə, 10 vur 10-dan. Bu kvadratın hər bir tərəfi 10 olacaq. Və düzbucaqlının da eni necə çıxdı? Baxın, lap çıxardım sizin üçün. Bir düzbucaqlı yarandı orada. Eni 4, uzunluğu 10 olan. Bu düzbucağın sahəsini tapmaq üçün 4-ü eni uzunluğa vuracaqsan. 4-ü 10-a vuranda da eləyəcək 40. Yəni cavab olacaq 40. A variantı. Növbəti. Bizə deyir ki, bölmə əməli vermişik hissə. Qalıqlı və ya qalıqsız ola bilər. Yəni 5-0 ola bilər burada. İndi A burada ən çox deyir 454 ola bilər. Yoxlamalıyıq. A ən çox 454 olması üçün deməli B burada ən çox olmalıdır. Zaten bizdə bölünənlə bölən var. Yəni zaten biz burada 35-i 12-yə vuracağıq. 35-i birinci 12-yə vuraq. Deməli 2 dəfə 35 70, bir dənə də 35. 300 yox. 420. Yəni 420 bizim əlimizdə var.
Yəni A bu şəkildədir. A bərabərdir 420 eləyəcək. 35-i 12-yə vuranda üstünə B gəlməliyəm. İndi B nədir? Ən çox olması üçün B ən çox, yəni ən çox deyir də bizə birincide deyir ki, ən çox olsun. Yoxluyuruq hələ ki. Ən çox olması üçün B ən çox olmalıdır. B ən çox da 34 ola bilir. Çünki bölünən axı 35-dən kiçik olmalıdır. B ən çox 34 ola bilir. B-ni yenə 34 şəkilləşsək, o da A ən çox, bura ən çox yazaq. A ən çox 454 ola bilər. Yəni sən demə, birinci doğrudur. Birinci doğru. Doğru olanları seçin. A-nın ən böyük, ən kiçik qiymətləri arasında fərq 33-dür. A-nın ən böyük, ən kiçik qiymətləri arasındakı fərq 34-dür. Niyə? Çünki B 0 ola bilər. B-dən asılıdır da o fərq. 420 olsa bizim əlimizdə var da, onu niyə hesablayırıq ki? Elə qalıqlar arasındakı fərqi tapaq. B ən kiçik 0 ola bilər, ən böyük 34 ola bilər. 34-dən də 0 çıxanda 33 eləmir. Yəni ikinci səhvdir. İkinci səhvdir. B-nin ən kiçik qiyməti 1-dir. Xeyr, B-nin ən kiçik qiyməti 0 ola bilər. Deyir axı qalıqsız ola bilər. B-nin ən kiçik qiyməti 0 ola bilər. 3 də səhvdir. Yəni burada cavab yalnız 1. C variantı. Cavab olacaq C variantı. Növbəti. 8 nəfərin iştirak etdiyi ad günü tortun hissələrini ardıcıl götürməklə deməli. Gəlin burada belə eləyək. Bir çevrə çəkək. Tortdur güya. Və ətrafına rəqəmlər düzək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deyir ki, 1-dən 8-dəki ardıcıl nömrələnmiş iştirakçıların artan sıra ilə düzülüb. Bax, mən kimi düzüblər. İştirakçılar masada, dairəvi masada oturublar, mən kimi, yəni yazıb. Saat əqrəbi istiqamətində sayırlar. 1-dən başlayırlar. Saat əqrəbi istiqamətində sayma prinsipi olacaq. Və 1-dən 9-a qədər sayırlar. 9 deyən tort hissəsini götürür, sıradan çıxır. 9 deyən yəni bu dövrədən çıxacaq. Qalanları yenə eyni qaydada qaldığı yerdən başlayır saymağa. Qaldığı yerdən başlayaraq sayılır. Sayım 1-dən başlayır. 1-dən başlayacaq sayım. Sonuncu tortu neçə nömrəli iştirakçı götürəcək? Bir-bir sayırıq. Bir-bir yəni sayaq. Bax, 18-ə kimi mən 8 deyəcəm də. Nömrələri artan sırayla düzülür. 1-dən 9-a qədər saydıqda sayım 1-dən başlayır. Məsələn, 1, 2, belə-belə saysaq, 18-ə kimi mən 8 deyəcəm. 9-u deyəcək birinci, yəni 1 çıxdı dövrədən. 1-i çıxartdıq. İndi növbə nə idi? 2-ni. 2 deməyəcək də, elə bir ki 1-dən başlayacaq. 2-də deyəcək 1. 2 sayıram, baxın. 1, 2. İndi burada qələmlə yaza bilmirəm. 2-dən başlayın saymağa. 9-cu yönara düşəcək. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 3-ə düşdü. 3-ü sildim. İndi 4-dən başlayacağam. Baxın 4-dən başlayın saymağa. 9-da silin. Deməli məsələn 1, 2 belə sayın davamını. Mən burada yaza bilmirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 6-ya düşdü. 7-dən başlamalıyam. Məsələn 1, 2, 3, belə-belə sayın. 4, 5, 6 düşdü 7-yə. Belə-belə saymaya davam edin. Deməli 1, buradan başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gəldi düşdü 4-ə. İndi 5-dən başlayın. 5-dən bütün qalanları sayın. Sildiklərimizi dəymirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 5 çıxdı dövrədən 7-dən başlayıram. 1, 2, 3. Ədəd yoxdur da gəldim 7-yə. Belə-belə sayı-sayı gedəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 2 çıxdı dövrədən, ikisi qalıb. Baxın, bunların ikisi qalıb. Amma 7-dən başlayacağım da, sadə dəqiqə 2-dən sonra hansı gələcək? 2-dən sonra 7 gələcək. Deməli, 1, 2, 3. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 7 çıxdı dövrədən, 8 sona qaldı. Deyir ki, hansı tortu neçə nömrə iştirakçı götürəcək? 8. Cavab A variantı. Bax belə. Qutuda 16 qırmızı, 14 mavi, bir də X sayda sarı top var. Rənginə baxmadan qutuda ən az 32 top çıxarılarsa, hər rəngdən mütləq 2 top olmalıdır. Hər rəngdən mütləq 2 top olması üçün X nədir? Variantdan işləyə bilərsiniz. Yəni, variantdan işləmək daha əlverişli olacaq. Belə də baxa bilərsiniz. Baxın, 16 qırmızı var. 16 qırmızı var. 12 mavi var.
X sayda da sarı top var. Düzdürmü? Və 32 ən az 32 top çıxarılıb. Ən az 32 top çıxarılarsa hər nəyində ikisi olmalıdır. Mən düşünürəm ki, X 16-dan kiçik ədəddir. 16-dan kiçik ədəddir. 16-dan kiçik ədəddirsə birinci 16-nı çıxardacaq ən pis ehtimalla. Sonra X-i çıxardacaq tutaq ki, X-i çıxardacaq. Sonra da 2-ni çıxarsa, nə olacaq? 16-dan kiçikdir, amma X 16-dan kiçikdir, 12-dən böyükdür. Sonra da 2-ni çıxarsa olacaq bizdə 32. Bunun olması üçün X burada 14 olmalıdır. Bu ödəyir. 16-dan böyük olsa X-i çıxardacaq. Sonra 16-nı çıxardacaq. 16-dan böyük olsa. Və bu 2 dənə bu qalıb da. Bundan da ikisini çıxardacaq. Yenə 32 eləyəcək. Yəni cavabımız təbii ki 14 eləmiş olacaq. Yox, əgər belə olsaydı bu hal mümkün olmayacaqdı. Məsələn, bu hal da var. 16-dan kiçikdir. X-dan kiçikdir. 16-dan kiçikdir, 12-dən kiçikdir. 16-dan kiçikdir, 12-dən kiçikdir. 16 ilə 12-ni çıxardacaqdım. Sonra əlavə X-i çıxara bilmirəm artıq. Bundan ikisini çıxarmalıyam. Və bundan ikisini çıxarsam X-dan cəm nə olacaq görün. 30 olacaq. Yəni bu hal mümkün deyil heç vaxt. Yəni səndə burada X ya 16-dan böyük olmalıdır, ya 16-dan kiçik 12-dən böyük olmalıdır. Bu hallar. Hər iki halda da 14 cavabını almış olacaq. Cavab burada C variantı. Həqiqətən də elədir, baxın. 14 dənə sarı top olsaydı, mən birinci ən pis ehtimallara baxmalıyam da. 16-nı, sonra ən böyük ədəd 14-ü çıxartsam, onların cəmi 30 eləyəcək. Və əlavə çıxartdığım 2 dənə top isə məcburən mavidən olacaq. Çünki qırmızı ilə sarı artıq bitib. 30-dan 32-nin cəmi də 32 topu verir, bəli. Ən azından 32 top. Mütləq hər 2 topdan 2 dənə olacaq. Növbəti. 50 həddi olan ardıcıllığın ilk həddi 15. Bir dəqiqə. 15 birinci yerdədir. Son həddi 48. Sonuncu yerdə də 48-dir. Ardıcıl istənilən 3 ədədin cəmi 80-dir. Məsələn, burada bir A ədədi var. B ədədi var. Deməli ki, burada 15 yazacaq onda. Bu üçünün cəmi 15-dirsə, AB bunun da cəmi daha doğrusu 48, cəmi 80-dirsə daha doğrusu. Deməli, bunların cəmi əgər AB 15 ilə biri 80-dirsə, burada AB 15 ilə bir yerdə 80 olmalıdır da. Düzdürmü? 80 olması üçün də hətta AB-nin də cəmini bilirəm nə qədərdir. 15 çıxanda 50, daha doğrusu 65. 80 olmasın 65. Hə. İndi isə nə edəcəyik? Ardıcılın 26-cı həddini tapın. Deməli, burada məsələ nədir? Bax, 3 dənə də, bu 3 dənə də. Elə bil ki, 15 yazır, növbəti 2 dənəsini buraxır, təzədən 15 yazır. Məsələn, buranın cəmi 65 olacaq yenə. Şərt deyil AB olsun da, başqa bir ədədlər ola bilər burada. Çünki AB 65 dəyişə bilər də. Məsələn, buranın cəmi 48 var da, özü burada 2 dənə də yazacaq ha. Bax, burada 2 dənə də yazacaq. Buranın cəmi artıq olacaq 32. Məsələn. 32. Və burada 50 dənə həddi var. Deməli, buradan 3'ü sayırsaq, hər üçlükdə birinci yerdə 15 olacaq. Hər üçlükdə birinci yerdə 15 olacaq. Onda belə çıxır ki, bura mən nə yazmalıyam? 17 hər üçüncü ədəd 15 oldu. Digər bu ədəd 65 olacaq. Təzədən 15. Hə, 53-ə bölünmür də. Ona görə belə oldu. Təzədən bax, üçüncü ədəd 15 olacaq. Üçüncü ədəd. Deməli, burada məsələ nədir? 15 hər
15, sonra 2 dənə də buraxır 15, belə-belə gedəcək. Məsələn, belə də baxın, sətr üzrə baxsaq, 15 AB-dədir. Təzədən 15 müəyyən 1-2 dənə ədəd. Təzədən yenə 15 müəyyən 2 dənə ədəd. Belə-belə gedəcək. Nə qədər üçlü var burada? Hamısını saymıram. Yəni nə qədər burada üçlü ola bilər? 16 dənə. Bax, burada ən axırıncı, yəni belə deyək də, bunun burasında 16 dənə 3-ün 16-ya olan bir sətr var, 48. Sonuncu isə, yəni mən belə yazmışam. Elə bir təsəvvür edin, bu sonuncudur. 15, növbəti 2 dənə ədədi yazmışam, artıq 48-ci ədədi yazmışam burada. Bax, axırıncı yazdığım bu ədəd var ha. Buraya yazdım. 48-ci ədəddir. 48-ci ədəddir və bu başlayacaq nə ilə? 15 ilə. Növbəti 15 ilə bir dənə də ədəd yazacaq, qutaracaq. Yəni 15, 49, bu da 50-ci ədəd. Onda belə çıxır ki, 26-nı necə tapım? Həmin eyni qayda ilə. 26-da 24 3-ə bölünür. Bax, burada bu sonuncu ədəddirsə, sonuncu ədəd bilirəm də 48-dir. 48 olacaq sonuncu ədəd. Düzdürmü? Sonuncu ədəd də bu 50-ci ədəddir. Bu 50-ci ədəddir. Bu 49-cu ədəddir. 50-ci ədəd, fikir verin, 48 oldu bizdə. 26 nədir bəs? 26-da tutaq ki, burada 15 yazıb. Bax, burada tutaq ki, 15 yazıb. 8-ci olub da, elə bilin ki. 8 dənə. 8 dənə bu 3 dənə bölgülər, 3 dənə ədəd dax arasında. 8 dənə 3 24-dür. 24-cü bax bu sonuncu ədəddir. Bu 24-dür. Sonra 25-ci ədəd, 26-cı ədəd burada olmalıdır. Yəni 15, 15-dən sonra gələn ədəd. 15-dən sonra gələn ədəd bizdən olacaq? Elə 48 olacaq. Çünki 15-dən sonra burada 48 gəlib. Onda bizim cavabımız 26-cı ədəd. Baxın, bura 26-cı ədədi yazdım mən. Nə olacaq? C variantı 48. Yəni, baxın, buranı sileyim. Bu ardıcıllıq bu şəkildəymiş. Bu ardıcıllıq bu şəkildəymiş. Fikir verin. 15, 48, təbii ki, 17. Üçün cəmi neçə eləyir? 80. Növbəti 48, 17 varsa, növbəti 15 olacaq. Sonra 48, 17. Baxın, bu üçü. Sonra baxın, bu 48-dən başlasaq, bu üçü. Sonra 17-dən başlasaq, bu üçü. Bax, 40. Yəni ardıcıllıq bu şəkildədir. 15, 48, 17. 15, 48, 17. Burada da 26-cı hər üçlü olduğu üçün 24 3-ə bölünür. 8 dəfə olur da, elə bil ki. 26 olsa növbəti 2 dənə yazmalıyam. Yəni buranı doldurmuşuq. Yəni 15, 48, 17. 15, 48, 17 tutaq ki, burada 24-dən saymışıq tutaq ki. Nə saymalıyam indi? 25-ci 15 olacaq. 26-cı 48 olacaq. Gördünüz, həqiqətən də 48 cavabı doğrudur. Növbəti 11 metrlik quyudan çıxmaq üçün, bunu tapmaq üçün müəyyən bir düsturdan istifadə edəcəyik. Yuxarıda hündürlükdən düşməni çıxırıq. Aşağıda isə qalxmaqdan düşməyi çıxırıq. Hündürlük nədir? 11 metr. Və tam hissəni götürürük. 11-dən çıxırıq emməni, emmə aşağı doğru bir dənə. Yuxarı qalxmaq nədir? 3-dür. 3-dən də emməni 1-i çıxırıq. Bərabərdir. 11-dən 1 çıxanda 10, 3-dən 1 çıxanda 2. Onu da 2-yə bölündə eləyəcəksən də 5 cavab. Cavab C variantı 5. Yəni burada tam hissəni götürürük. Ya tam alınmasa cavabda tam hissəni götürürük. 11 metrdən hündürlükdən çıxıram düşməni, emməni. Bir də yuxarı qalxmaqdan çıxıram emməni, düşməni. Bunları düsturda yerinə yazıb ədədləri qurbağanın ən tez neçə günə çıxdığını tapacaqsan. Tam hissəni götürəcəksən, yenə deyirəm. Növbəti, bu sual biraz başqa cür sualdır. Bu sualdan biz görmüşsünüz yəqin ki, yəni mənəm qapaq gətirirlər, içkin qapağını gətirirlər falan filan. Bu biraz başqa cür sualdır. Niyə? Burada başqa cümlə oyunudur elə bil ki, 98 meyvə şirəsi alan biri neçə meyvə şirəsini pulsuz alar? Yəni birlikdə. Çünki o biri yolla eləsək, o biri suallı tipindən cavab olmayacaq orada. Bütün variantlarda fərqli cavablardır. Yəni burada sadəcə 5 ilə 2-ni toplayırsan, eləyir 7. Yəni ümumi. Burada ümumi meyvə şirəsindən gedir. Meyvə şirəsi pulsuz alar deyir ha. Ümumi meyvə şirəsindən söhbət gedir. 7, söz salam 98-i bölürsən 7-yə eləyir bizdə 14. 2 qutuda meyvə deməli
Pulsuz aldıqda pulsuz verilir. 14 də vurursan 2. Eləyir bizdə 28. B variantı. Bir də deyirəm. Bu biraz başqa cür sualdır. Ola bilər siz görmüsünüz bu sualdan başqa cür həll eləmisiniz. O da ola bilər. Burada bir cümlədə biraz başqa cür deyir də. Deyir ki, marketdən 98 meyvə şirəsi alan biri neçə meyvə şirəsini pulsuz alar? Ümumiyyətlə bütün meyvələrdən, meyvə deyirəm, meyvə şirəsindən. 5 ilə 2-ni toplayıb 7 eləyirsən. 98 ümumi sayı bölürsən 7-yə, ümumi sayı da 7. 14. Hərəsində 2 qutunu pulsuz aldığı üçün 14-ü vursan 2-yə 28. Növbəti axırıncı sual. Bu da maraqlı suallardan biridir. Deməli 1-dən 100-ə qədər nömrələnmiş 100 qutu var burada. Hər qutuya da hər 100 dənə şagirddən birincisi birin tam misli olan qutulara belə deyək də bir top atır. Birin misilləri onda çox olacaq. Birin misli nədir? 1-ə bölünən ədədlərdə bura atacaq, bura atacaq, bütün qutulara atacaq. Yəni birinci şagirdlərdən birincisi birin tam misillərini bütün qutulara atacaq. İkincisi 2-nin misilləri. 2-nin misilləri ancaq cütlərə atacaq. 2-yə, 4-ə falan. Deməli, bunlar bizə səhv eləmir. Çünki niyə? Axırda bizə deyir ki, sonda 5 top. Sonda 5 topun olduğu neçə qutu var? Bunu məntiqi olaraq mən belə düşündüm. Düşünürəm ki, tam misilləri az olanlar lazımdır bizə. Amma çox az olmasın da. Məsələn, 100-ün tam misli ancaq bir dənə bu qutuda olacaq. 100-ün tam misli ancaq 100, 200 bunlardır da. Ancaq axırıncı qutuda olacaq, 100-ün qutu. Məsələn, 90'ın tam misli ancaq 90'da olacaq. İndi ortalıqda bir yerdə ədəd fikirləşirəm. Məsələn, deyək ki, olsun belə deyək də 20 məsələn. Mənim ağlıma 20 gəldi. Baxın, 20'nin tam misilləri harda olacaq? 20'də olacaq. Bir də 40'da olacaq. 20 artmalıda bu 60'da, 80'də bir də 100'də. 80'də bir də 100'də. 20'nin misilləri ancaq burada olacaq. 20-ci qutuda, 40-cı qutuda, 60-cı qutuda, 80-ci qutuda, bir də axırıncı 100-cü qutuda. 20'nin misilləri burada olacaq. Neçə dənə oldu? 5 dənə. Yəni ancaq 5 dənə olacaq. Sonda 5 topun olduğu neçə qutu olacaq deyir. 20'nin misili olan qutular olacaq. 5 topun olduğu neçə qutu olacaq? 5 topun. Düşünürəm ki, bu formada. Məsələn, bunlar qutu deyil də. Yəni burada başqa toplar da var. O heç. Yəni düşünürəm ki, 20, 40, 60, 80, 100 şəklində olanları biz 5 ayıra bilərik. Sonra fikirləşirəm ki, bu 25 ola bilməz. 25 olsa olacaq 125-ə 4 dənə olacaq ancaq. Nə fikirləşirəm? 19 olsa nə olur? 19 38 57 19. Deməli 3 4-ə vur 76 5-ə vuranda 95. 95. Yox, bir dəqiqə. Birincisi 1'in tam misli olan qutulara hər birinə bir top atır. Hər birinə bir top atır. Baxaq. 20-ci qutuya 1 gələcək. 2 ata bilər. Yəni 1'in misli var, 2'nin misli var. 4'ün misli gələ bilər, 5'in misli gələ bilər. Aha. Bir də 10'un misli gələ bilər. Bir də 20'nin misli gələ bilər. Baxın, bu alınmayacaq onda. Baxın. 20'ci qutuya 1'in misli, 2'nin misli, 4'ün misli, 5'in misli, 10'un misli, 20'nin misli olanlar gələcək. Bu neçə eləyir? 1, 2, 3, 4, 5, 6 dənə oldu. Bizə deyir ki, sonda 5 top olsun. Yəni 20 səhv eləmir. 20 səhv eləmirsə 25'i keçirəm. 25'də isə 1'in misli, 5'in misli, bir də 25'in misli. Gördünüz mü? 3 dənə oldu. Yəni burada elə bir ədəd fikirləşməliyəm ki, onun bölənlərinin sayı 5 olsun. Natural bölən. Natural bölənlərin sayı 5 olsun. Baxaq. Burada nə ola bilər? Məsələn, 1, 2, 1, 2. 16 ola bilərmi? 16-cı qutu.
Deməli 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür, 16-ya bölünür. Fikir verin. 16-nın bölənləri anatomat 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür, 16-ya bölünür. Top sayı oldu 5 dənə. Yəni 1-in misli, 2-nin misli, 4-ün misli, 8-in misli, 16-nın misli olan şagirdlər bura bir top atanda hərəsi 5 dənə top olacaq. Biri bu oldu. Bir dənə sərgə ilə yazım onu təzədən. 16-cı qutuya 1-in misli, 2-nin misli, 4-ün misli, 8-in misli, 16-nın misli olanlar hərəsi bir top atanda 5 dənə olacaq. İndi 16-nı demişəmsə 16-ya uyğun hansı bir ədəd tapa bilərik? Deməli. Hansı bir ədəd tapa bilərik? Üçə baxaq mı? Bir dəqiqə. Deməli 3, 1, 1, 3, 9, 27, 81. Bəli. Bir də 81-ci qutu. Yəni fikir verin, burada mən nə etdim? Belə bir hiylə işlətdim. Mən bölənləri 1 götürsəm, 2 vura gedirəm. Bax, 1 vur 2, 2, 2 vur 2, 4, 4 vur 2, 8, 16. Bir də vəssalamda 16-cı qutudur. 5 dənə oldu. Sonra görürəm ki, 1 vur 3, 3 vur 3, 9 vur 3, 27 vur 3, 81-də dayandım. 100-ə satıram axı artıq. Ona görə də bizim qutularımız onda belə çıxır ki, 16-da dayanmışamsa 16-nın böləni olacaq. 16-cı qutu. 81-də dayanmışamsa 81-ci qutu. Və başqa elə bir şey yoxdur. Niyə? Məsələn, bura 1 yazsam, deyək ki, 2-yə vura gəlmişəm də artıq 3-ə də gəlmişəm. 4-ə vuracam. 4 yazacam, 16 yazacam. 64 yazıb dayanacam. 64 4-ə vursam artıq 100-ü keçdi. Bu artıq 4 dənə top olacaq. Bizə 5 dənə top demişdi. Deməli bizdə zaten artıq 2 dənə qutu ola biləcək bizdə ən çoxu. Çünki mən 1-dən başlayaraq, onsuz da 1-in bölənləri var hamısında. 1-dən başlayaraq 2-yə vura getsəm bunları alacam. 3-ə vura getsəm bunları alacam. Yəni 5 dənə ancaq burada əmələ gələcək. Ona görə də 16 və 81-ci qutular olmaqla 5 topun sonda 5 topun olduğu neçə qutu olacaq? Cəmi 2 dənə qutu olacaq. B variantı. Sonuncu sualın cavabı da olacaq. Deməli B variantı. Diqqətinizə görə minnətdaram. Digər videolarda inşallah görüşərik.